Mənsubiyyəti tapmağın hansı qaydası var? Birinci, şəxs əvəzliklərini yazaq. Mənim, sənin, onun, bizim, sizin, onların. Mənsubiyyət şəkilçili söz mütləq şəkildə özündən əvvəl mütləq yəlik-hallı söz tələb eləyir. Yəlik-hallın şəkilçisi nədir? In, in, un, ün. Baxaq. In, in. Ancaq, indi mən hal keçəndə sizə izah eləyəcəm. Ancaq birinci şəxsin təkində və cəmində yəlik-hallın in şəkilçisi ini qəbul eləyə bilmir. Olur şəkilçisi. Baxın, görsən, hamısında indi, sənində indi, onunda indi, amma mənimlə bizimdə yox, şəkilçisidir. O yəlik hal şəkilçisidir, yadınızda saxlayın. Çünki mənsubiyyət şəkilçiləri şəxs əvəzliklərinə artırıla bilmir. Bizim bura yazdığımız birinci şəxs tək, ikinci şəxs tək, üçüncü şəxs tək, birinci şəxs cəm, ikinci şəxs cəm, üçüncü şəxs cəmdir. Bu şəxs əvəzliklərimizdə 6 dənə şəxs əvəzliyimiz var və heç vaxt mənsubiyyət şəkilçisi ilə işlənə bilmir. Harada ki, im şəkilçisini əvəzlikdə gördünüz, avtomatik bilin ki, o hal şəkilçisidir. Mənsubiyyətlə qarışdırmayın. Bu bir qaydanız. Mənsubiyyət şəkilçisi, hər şəxsin özünə aid mənsubiyyət şəkilçisi var. Mənsubiyyət şəkilçisini tapmaq üçün şəkilçilərə əzbərləməyə ehtiyac yoxdur. Bir dənə deyin, mənim kitabım. Kitabım. Deməli, kitabımı hallandır. Sənin kitabın. Onun kitabı. Bizim kitabımız. Sizin kitabınız. Onların kitabı və yaxud da kitabları kimi də ola bilər. Deməli, mənsubiyyət şəkilçisi birinci şəxsdə nə olacaq? İm, üm. İkincidə in, un, ün. I, u, ü. Imız, imiz, umuz, ümüz. Anız, iniz, unuz, ünüz. Bir də ki, və yaxud da ləri kimi təhlil olunur. Mənsubiyyəti ayırmaq üçün sizin açar kod sözünüz var. Hər bir sözdən sonra öz əvəzliyini artıra bilirsinizsə, daha doğrusu mənsubiyyət şəkilçisi kimi düşündüyünüz sözdən əvvələ öz şəkilçisini, öz sözünü, əvəzliyini artıra bilirsənsə, 100% mənsubiyyətdir. Bu nə deməkdir? Məsəl üçün, gəlin 2 dənə cümlə yazaq. Kitabı maraqlıdır. Bir də deyirəm ki, kitabı qaytar. Uşaqlar, baxın, 2 dənə şəkilçili söz var. Eləmi? Mən hardan bilim ki, bu mənsubiyyət şəkilçisidir. Deməli, bu zaman bizim köməyimizə gələcək öz əvəzliyi. Öz əvəzliyini gətirəcəyik. Hansı bir sözün əvvəlini artıra bilərəm? Öz kitabı maraqlıdır. Əgər deyə bilirəmsə, buradakı şəkilçisi mənsubiyyət şəkilçisidir. Əgər öz əvəzliyini artıra bilmirəmsə, buradakı şəkilçisi başqa bir şəkilçisidir. Adətən təsirlikar şəkilçisi olur. Öz kitabı qaytar deyə bilirəm, qaytar deyə bilmərəm. Bəzən uşaqlar deyir ki, öz kitabını qaytar. Sənə kim deyir ki, bura gətir, şəkilçisini artır? Artırmırsan axı. Sən elə bu şəkilçinin özünü tapmalısan. Deməli, özü artıra bilmirsənsə, məsəl üçün deyirəm ki, sənin həyatın maraqlıdır. Sənin həyatın, ikisində də in şəkilçisi var. Sənin həyatın maraqlıdır. İkisində də in şəkilçisi var. Hansının mənsubiyyət şəkilçisi olduğunu bilmək üçün gətirin, öz sənin deyə bilərəm. Deyə bilmərəm ki, həm məntiqə uyğun gəlmir və bir də demişdim ki, mənsubiyyət şəkilçisi şəxs əvəzliklərinə qoşulmur. Deməli, buradakı in şəkilçisi avtomatik hal şəkilçisidir. Öz həyatın deyə bilərəm. Bəli, deməli, öz artıra bildiyim söz mənsubiyyət şəkilçisidir. Özlə rahatlıqla tapasınız. Məsəl üçün, deyirəm ki, vətəni qorumaq bizim borcumuzdur. Deyəcək ki, mənsubiyyət şəkilçili sözü tap. Öz vətəni deyə bilərəm. Öz vətəni qorumaq. Deyə bilirik? Xeyr, deməli, buradakı i mənsubiyyət şəkilçisi ola bilməz. Öz bizim deyə bilirəm. Və bir də demişdim ki, biz əvəzliyi, bəli, şəxs əvəzlikləri mənsubiyyət. Öz borcumuzdur deyə bilirəm.
Bəli. Deməli buradakı ımız, imiz, umuz, imiz mənsubiyyət şəkilçisidir. Öz əvəzliyi sizin açar sözünüzdür. Yəni bir dənə qayda deyim, testlər üzərində bir neçə dənə izah verim. Mənsubiyyətə görə dəyişən 7 dənə sözümüz var ki, bunlardan ikisi millidir, 5-i alınma. Mənsubiyyətə görə dəyişəndə bunlar bitişdirici samitdən istifadə olunur. Məsəl üçün, yığdan. Məsəl üçün, su və nəni mənsubiyyətə görə mənim suyum, sənin suyun, onun suyu. Bax, yığdan mənsubiyyət şəkilçisindən istifadə olunur. Su və nə millidir? Mənşə, mənbə, mövqe, tali, mənbə, mənşə, mövqe, tali, mənafi. Baxaq, bu sözlərimiz mənim mənafeyim, sənin mənafeyin, bunlarda artıq mənsubiyyətə görə dəyişərkən yə bitişdiricisindən istifadə olunur. İsmin mənsubiyyətə görə dəyişməsi bir neçə dənə başdan, bir neçə dənəsində sondan baxaq. Hansı sözdə ikinci şəxsin cəmi? İkinci şəxsin cəmi nədir? Siz, eləmi? Və demişəm ki, siz mənsubiyyət şəkilçili söz özündən əvvəl yiyəli kallı söz tələb eləyir. Sizin. Və yaxud da özünü qaytar. Amma indi səndən ikinci şəxs istəyirsə, sizin sözündən sonra, birinci baxaq, öz gəldiniz deyə bilməzsən, öz şagirdi deyə bilərsən, öz kitabınız deyə bilərsən, öz qardaşımız. Deməli, bunların üçü də mənsubiyyət şəkilçisidir. Öz müəllimsiniz deyə bilməzsən, bu ikisi getdi. Ancaq səndən ikinci şəxs istəyirsə, bax, öz şagirdi, onun öz şagirdi üçüncü şəxsdir, öz qardaşımız birinci şəxsdir, öz kitabınız artıq ikinci şəxsdir. Cavabımız B variantı olur. Məsəl üçün, baxaq 5-ə. Mənsubiyyət şəkilçili sözlər hansı bənddədir? Sancı hiss etmək, dolu yağanda. Burada ümumiyyətlə yoxdur. Həyati əsər, necə əsər? Bu necə sualına cavab verir? Mənsubiyyət şəkilçilərdə qrammatik şəkilçilərdir. Armudu stəkan, burada da leksik şəkilçidir. Bu da getdi. Öz həyatı öyrənmək deyə bilməzsən, deməli bunu da sildin, getdi. Onun zehni, öz zehni deyə bilərsən. Deməli, onun zehni, onun öz zehni deyə bilirsənmi? Şairin həyatı, şairin öz həyatı. Deməli, buradakı i, həyat sözündə də i mənsubiyyət şəkilçisidir. Sonra baxaq, məsələn, baxaq 26-ya baxaq. Doğru olmayan fikri müəyyən edin. İsim bütün cümlə üzvü vəzifəsinə çıxış edə bilər. İsim bütün cümlə üzvləri kimi çıxış eləyə bilər. Bu düzdür. Kitabı sözünü yerinə görə ismin iki halında işlənən. Əgər yadınızda saxlayın, bir dənə ana qaydanı sizə deyim, sizə çox lazım olacaq. Əgər mənsubiyyət şəkilçisindən sonra heç bir hal şəkilçisi gəlməyibsə, sırf mənsubiyyət şəkilçili sözdürsə, o söz adlı haldadır. Məsəl üçün, kitabı sözün yerinə görə ismin iki halında işlənən kimi söz, məsəl üçün, onun kitabı olsa, kitabı sözü mənsubiyyət şəkilçisidir və kitabı sözü adlı haldadır. Desəm ki, kitabı qaytar, öz kitabı qaytar deyə bilmərəm. Deməli, buradakı I şəkilçisi təsirli haldadır. Və burada da B variantında dediyi kimi kitabı sözünü həm adlı halda, həm də təsirli halda düşünə bilərik. Bizim açar sözümüz özü yadımızda saxlayaq. Bir və ikinci şəxslərdə mənsubiyyət şəkilçisi yalnız insana aid olur. Bəli, yadınızda saxlayın. Mən, sən, biz, siz əvəzlikləri yalnız insana aid olur. O şəxs əvəzliyə həm insana, həm heyvana, həm də cansızlara aid olur. Mənsubiyyət şəkilçili sözlər işlənmiş cümlələrdə hökmən yiyəli kallı söz işlənməlidir. Hökmən yox, uşaqlar, özümüz artıra da bilərik. Hökmən yox. Ümumiyyətlə, Azərbaycan dilini testi işləyəndə hökmən, mütləq, həmişə, hər zaman kimi sözlər olan variantlar 99% səhv çıxır. Çünki Azərbaycan dili istisna, nə bilim, hər şeyində istisnalı olan bir qaydadır, bir elmdir. Yəni, həmişə sözü varsa, deməli, variantımız səhvdir.